Həmçinin məsələlərdən başa düşmək lazımdır ki, ümumiyyətlə hədislər rivayət necə olunub da? O belə deyil axı 24 saat ərzində Peyğəmbər sallallahu əleyhi və səlləm yanında kamera işləyirdi ki, danışanda hər şey yazılırdı. O belə deyil. Siz başa düşün ki, bu ravilər söhbət xüsusən indi sahabelərdən gedir. Onlar Peyğəmbər sallallahu əleyhi və səlləmdən hədislər rivayət edirlər. Onlar o hədisləri ehtiyaca görə rivayət edirdilər. Onlar Peyğəmbər sallallahu əleyhi və səlləmdən hər sözünü rivayət etmirdilər. Məlum olan şeyi demirdilər və hətta hər yerdə demirdilər. Görürsən ki, bir ehtiyac oyanırdı, nəsə bir insanlarda sual yaranırdı, bilmirdilər. Yaddan çıxır, dedi ki, hə, mən Peyğəmbər eşitmişəm ki, belə-belə eləyib. Və yaxud da mənə Peyğəmbər sallallahu əleyhi və səlləm bunu öyrətdi. Və yaxud da biz onunla çıxanda, məsələn, səfərə o dəstəmaz belə aldı. Çünki görəndə ki, insanlar neysə unudublar ya düzgün başa düşmüblər. Yəni bu hədislərin rivayəti ehtiyaca görə olub. Nə vaxt ki, ehtiyac var idi, onu rivayət edirdilər. Başa düşürsünüz? Yəni belə deyildi ki, hər şey istəyirdilər Peyğəmbərdən rivayət eləsinlər. Çünki ehtiyac da yox idi.